Salam, sizin də şəbəkə marketinqi adı eşidəndə yəqin ki, ağlınıza iki şey gəlir, ya böyük qazanc imkanları, ya da aldadıcı piramida sxemləri. Yaxşı, bəs həqiqət əslində nədir? Gəlin bugün bu işin dərinliyinə girək və görək real bir fürsəti tələdən necə ayırmaq olar. Hə, gəlin dürüst danışaq. Yəqin ki, çoxumuzun beynində fırlanan əsas sual elə budur. Bəs bu şübhələr hardan qaynaqlanır? Gəlin həqiqəti üzə çıxarmaq üçün faktlara bir-bir baxaq. Yaxşı, ilk növbədə gəlin bu qarışıqlığın kökünə enək. Ümumiyyətlə, bu iki model niyə bu qədər çox səhv salınır axı? Gəlin mifləri faktlardan ayıraq ki, möhkəm bir zəminimiz olsun. Əslində bu qarışıqlığın əsas səbəbi çox sadədir. Hər ikisində də şəbəkə qurmaq, insanları dəvət etmək var. Amma baxın, ən vacib məqam buradadır. Biri real məhsulun satışına, o birisi isə sadəcə olaraq pulun bir əldən o biri ələ keçməsinə əsaslanır. Bax, ən fundamental fərq elə budur. İndi gəlin bu fərqləri daha da aydınlaşdıraq. Yaxşı, indi neynirik? Gəlin bu üç fərqli modeli bir-bir aydınlaşdıraq. Yəni, hər birinin nə olduğunu, necə işlədiyini və əsas məqsədini anlasaq, onları müqayisə etmək bizim üçün uşaq oyuncağı olacaq. Bilirsiniz, şəbəkə marketinqi heç də dünənin icadı deyil. Bunun kökləri ta 1920-ci illərə şirkətlərin artıq o bahalı vasitəçilərdən, böyük reklam xərclərindən cana doyduğu vaxtlara gedib çıxır. Fikir çox sadə idi. Gəlin məhsulu birbaşa müştəriyə sataq və bu aradakı bütün o xərclərə qənaət etdiyimiz pulu da satışı həyata keçirən adamla bölüşək. Bax, bu ideya da zamanla təkmilləşdi, inkişaf elədi və bugünkü halını aldı. Yaxşı, bəs sadə dildə desək, şəbəkə marketinqi nə olan şeydir? Təsəvvür edin, bir şirkət öz məhsullarını mağazalara, reklamlara pul xərcləyərək yox, birbaşa müstəqil nümayəndələr vasitəsilə satır. Bu nümayəndələr də həm öz satdığı məhsullardan pul qazanır, həm də özlərinin qurduğu komandanın satışlarından müəyyən bir komissiya əldə edirlər. Baxın, burada açar söz məhz satışdır, bunu unutmayın. Burada ən maraqlı məqamlardan biri pulun necə hərəkət etməsidir. Baxın, normalda, yəni klassik ticarətdə nə olur? Məhsul zavoddan çıxır, gəlir topdan satıcıya, oradan mağazaya, üstünə bir də reklam xərci gəlir, axırda çatır müştəriyə. Təbii ki, hər addımda da qiymət qalxır. Amma şəbəkə marketinqində məhsul zavoddan birbaşa nümayəndənin əli ilə müştəriyə gedir. Yəni o aradakı bütün o vasitəçi və reklam xərcləri yox olur. Həmin o qənaət olunan pul da nümayəndələrə komissiya kimi ödənilir. Məntiqi çox sadədir əslində. İndi isə keçək piramida sxeminə. Bu, birmənalı şəkildə fırıldaqçılıqdır. Yəni, burada məqsəd hər hansı bir məhsulu satmaq deyil, qətiyyən. Əsas məsələ yeni insanları sistemə cəlb edib, onlardan üzvülük haqqı yığmaqdır. Çox vaxt ya ortada heç məhsul olmur, ya da elə-belə gözdən pərdə asmaq üçün dəyərsiz bir şey qoyurlar. Bu sistem ancaq yeni üzvlər gəldikcə nəfəs alır. Yeni axın dayanan kimi isə bum, hər şey çökür. Bu qaçınılmazdır. Piramidaya çox oxşayan, amma biraz fərqli işləyən bir başqa fırıldaq növü də var. Ponzi sxemi. Bu daha çox investisiya aldatmacasıdır. Burada sizi işə yox, güya ki, çox gəlirli bir investisiyaya dəvət edirlər. Sizin pulunuzu alıb, sizdən əvvəl gələnlərə gəlir kimi ödəyirlər. Sonra gələnin pulunu da sizə. Yəni, ortada heç bir real investisiya, real qazanc mənbəyi yoxdur. Sadəcə pul bir cibdən o birinə keçir. O qədər. Yaxşı, deməli artıq hər bir anlayışla ayrı-ayrılıqda tanış olduq. İndi gəldik ən vacib yerə. Gəlin bu modelləri üzbəyüz qoyaq və onları bir-birindən ayıran o kritik, o ən əsas fərqləri aydın şəkildə görək. Bax, bu cədvəl əslində bütün məsələnin xülasəsidir. Fikir verin, bütün fərqlər gəlib bir nöqtədə birləşir. Real məhsul. Qanuni modeldə sizin uğurunuz birbaşa satdığınız məhsuldan, onun keyfiyyətindən asılıdır. Amma fırıldaq sxemində siz sadəcə yeni insanları sistemə gətirmək üçün bir alətsiz, vəssalam. Yəni, biri uzun müddətli real biznes qurmaqdır, o birisi isə sadəcə vaxt məsələsi olan qaçınılmaz bir çöküşdür. Ən kritik fərq bax budur.
Deməli, nəzəriyyəni başa düşdük, hər şey aydındır. Yaxşı, bəs praktikada, yəni real həyatda bu necə görünür? Gəlin indi bütün bu öyrəndiklərimizi konkret bir nümunə üzərində analiz edək və qanuni bir modelin necə işlədiyini canlı-canlı görək. Gəlin nümunə kimi Azərbaycandakı ilk yerli şirkətlərdən biri olan FM Network-ün fəaliyyətinə baxaq. Məqsədimiz odur ki, bayaqdan danışdığımız o qanuni biznes prinsiplərinin real həyatda, praktikada necə işlədiyini görək. Qanuni biznesi fırıldaqdan ayıran ilk şey nədir? Təbii ki, rəsmiyyət. Məsələn, baxırıq ki, bu şirkət Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə rəsmi qeydiyyatdan keçib. Əslində bu, hər bir qanuni şəbəkə marketinqi şirkətindən gözlənilən ən birinci addır. Şəffaf olmaq və qanun çərçivəsində işləmək. Və gəlib çatdıq ən kritik məqama. Real məhsul. Bu biznesin ürəyində nə dayanır? İnsanların həqiqətən də ehtiyacı olan, alıb evində işlədəcəyi məişət texnikası. Bax, sistemi piramidadan ayıran ən fundamental fərq elə budur. Çünki burada pul sadəcə bir üzvdən o birinə keçmir. Yox, burada real bir alqı-satqı var, real bir ticarət var və bunun nəticəsində bir dəyər yaranır. Yaxşı, bəs burada pul necə qazanılır? Sistem necə işləyir? Baxın, komandanıza yeni satıcılar dəvət edirsiniz və onların satışlarından sizə bonuslar gəlir. Bu təbii ki, komandanı böyütmək üçün əla bir stimuldur. Ən əsası da zamanla qurduğunuz bütün o komandanın ümumi satış dövriyyəsindən passiv gəlir əldə edirsiniz. Fikir verin, hər 3 halda da pul hardan gəlir? Məhsul satışından, üzvülük haqqından yox. Qanuni şirkətləri fırıldaqlardan ayıran bir başqa vacib məqam da onların yaratdığı dəstək sistemidir. Yəni bu cür şirkətlər adətən sizə təkcə gəl pul qazan demir. Onlar üzvlərinə təlimlər keçir, komanda dəstəyi verir, şəxsi inkişaf üçün mühit yaradırlar. Niyə? Çünki məqsəd uzun müddətli, professional və uğurlu satıcılar yetişdirməkdir. Beləliklə, bütün bu məlumatları bir yerə yığdıq. İndi gəlin yekun vuraq. Network-ı araşdırmaq, doğru qərar vermək üçün əlinizdə hansı alətlər var? Əslində, bütün söhbətin canı bu sadə sualdadır. Bu işin fokusu nədir? Dəyərli bir məhsulu satmaq, yoxsa sadəcə olaraq yeni insanları cəlb edib sistemə pul gətirmək? Qarşınıza belə bir təklif çıxanda dayanın və özünüzə bu sualları verin. Birincisi, ortada real, keyfiyyətli bir məhsul, bir xidmət varmı? İkincisi, mənim pulum məhsul satışından gələcək, yoxsa gətirdiyim adamların sayından? Üçüncüsü, bu şirkət mənə işi öyrənmək üçün təlim, dəstək verəcəkmi? Və dördüncüsü, mənə real zəhmətdən danışırlar, yoxsa 1-2 aya milyonçu ol nağıllarından? Əgər bu suallara aydın, dürüst və müsbət cavablarınız yoxdursa, deməli çox ehtiyatlı olmaq lazımdır. Artıq fərqi bilirsiniz, yəni lazımi alətlər sizin əlinizdədir. Unutmayın, bilgi gücdür və siz indi bu gücə sahibsiz. Odur ki, növbəti dəfə belə bir təkliflə üzləşəndə ilk növbədə nəyə baxacaqsınız? Ortadakı real məhsula, yoxsa sadəcə şirin vədlərə? Qərar artıq sizindir.